Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 42-ci dərs praktiki çalışma. Dərsimiz 7 ayədən ibarətdir və yeni sözlərimiz umməmun ümmətlər, xalət keçdi, öldü, yərciunə qaydırlar. Bismillahirrahmanirrahim. Birinci ayəmiz Bəqərə surəsi 79-cu ayə. Demək, ayə əvvəldən deyil və bağlayıcıdır. Vaylun, vay olsun, yaxud vay halına, ləhum, onların, yaxud onlara, mimmə, o şeydən, yəni ötürü ki, yəksibun, qazandığı, yəni qazanırlar. Ümumi tərcümə də belədir ki, qazandıqları şey üçün onların vay halına. İkinci ayə Bəqərə surəsi 141-ci ayədir. Bismillahirrahmanirrahim. Tilkə, o işarə əvəzliyi qadın cinsindədir. Ümmətun, ümmət, bir ümmət, qad, yəni şübhəsiz, xalət, yəni keçib getmiş deməkdir. Yəni o keçib getmiş bir ümmətdir. Şübhəsiz o keçib getmiş bir ümmətdir. Ləhə, yəni onlar üçün, onun üçün, yəni burada ümmətə qayıdır bu söz. Çünki onlar ümmət cəm olsa da burada yəni onun üçün kimi gedir. Yəni o ümmət üçün. Mə, o şey ki, kəsəbət qazandı. Burada belə deyək, qazandıqları cəm formadadır. Çünki ümmətə qayıdır. Amma bu ümmət qadın cinsində olduğuna görə kəsəbət də qadın cinsindədir. Yəni o şey ki, yəni onlar üçün o şey ki qazandı, yəni onun üçün ki qazandı, burada ümmətdən söhbət gedir. Və ləkum, və sizin üçün, mə, yəni və sizin üçün mə, o şey ki kəsəbtum, qazandınız, qazandıqlarınız daha doğrusu. Burada yəni məna olaraq bilirsiniz necə gedir. Deməli birinci tilkə ümmətun qad xalət sözünü biz tərcümə etdik ki, o keçib getmiş bir ümmətdir. Amma davamında isə tərcümədə qazandıqları ya da qazandığı özünə aiddir. Yəni ümmətin qazandığı özünə aiddir. Əslində cəm olaraq qazandıqları özünə aiddir. Yəni ümmətin, belə deyək, keçmiş ümmətin burada. Sizin qazandıqlarınız isə sizə aiddir. Burada aiddir sözü yoxdur, amma üçün gedir. Yəni burada lə sizin üçün, onlar üçün, yəni qazandıqları özü üçündür, belə deyək. Sizin qazandıqlarınız sizin üçündür, belə deyək. Yəni ona görə aiddir demək daha gözəl çıxır. Üçüncü ayəmiz Yunus surəsi 69-cu ayədir. Bismillahirrahmanirrahim. Qul, yəni de, innə həqiqətən əlləzinə, o kəslər ki, yəftərunə, yəni iftira atırlar. Aləllah, yəni Allaha, əl-kəzibə, yalandan, lə yuflihun, yəni nicat tapmazlar. Ümumi tərcümə, de, Allaha, de, o kəslər ki, yalandan Allaha iftira atırlar, həqiqətən nicat tapmazlar. Dördüncü ayə, Rəd surəsi 30-cu ayədir. Bismillahirrahmanirrahim. Kəzəlikə, beləcə, ərsəlnəkə, göndərdik sənə. Ərsəlnə, burada nə var bizi bildirir? Göndərdik sənə, yaxud da səni. Səni ola bilər. Çünki fi ümmətin, yəni ümmətə, ümmətin içərisinə. Burada fi daha dəyişək çıxdı. Ümmətdə, yəni ümmətin içərisinə, daxilinə. Qad, şübhəsiz, xalət. Qad xalət, yəni keçib getmiş, gəlib keçmişdir deyə bilərik. Min damdən şəkilçisi qablihə, yəni burada hə qaydır ümmətə, yəni özlərindən, yəni ümmətdən, yəni üməmun, yəni ümmətlər. Üməmun, ümmət sözünün yəni cəmidir, üməmun, yəni ümmətlər. Ümumi tərcümə də belə gedir ki, beləcə səni özlərindən öncə ümmətlər
gəlib keçmiş bir ümmətin içərisinə göndərdik. Çətin bir cümlədir, bəli. Amma bu formada da tərcümə edə bilərik ki, beləcə səni ümmətə göndərdik. Ümmətin içərisinə göndərdik. Gəlib keçmiş, yəni öncədən gəlib keçmiş ümmətlərdən. Yəni belə də demək olar. Ümmətlər içərisinə. Dediyimiz kimi, yəni köhnə variantı daha da düz çıxar ki, beləcə səni də, belə də deyə bilər, beləcə səni də özlərindən öncə ümmətlər gəlib keçmiş bir ümmətin içərisinə göndərdik. 5-ci ayə Rum surəsi 46-cı ayədir. Bismillahirrahmanirrahim. Və min əyətihi və onun ayələrindəndir. Ən ki yursilə göndərir riyəh küləklər. Onun əlamətlərindəndir ki, ya da ki ayələrindəndir ki, onun nişanələrindəndirsə daha düz çıxar. Onun nişanələrindəndir ki, küləkləri göndərir. Ya da küləkləri göndərmək onun nişanələrindəndir. 6-cı ayə Əhzab surəsi 51-ci ayədir. Bismillahirrahmanirrahim. Ayə əvvəldən deyil. Vallahu və Allah ya'lamu bilir mə o şey ki fi dadə qulubikum sizin qəlbiniz. Allah qəlblərinizdə cəm formasındadır. Qulub. Allah qəlblərinizdə olanları bilir. Və kənəllahu və kənədir deyir və Allahdır. Halimən, yəni həlim, daha doğrusu elmli, yaxud da bilən, halimən, yəni həlim. Allah hər şeyi biləndir, həlimlidir. Belə də deyə bilərik. Ümumi tərcümə Allah qəlblərinizdə olanları bilir. Allah hər şeyi biləndir, həlimdir deyə bilərik. Və 7-ci ayə sonuncu ayədir. Zuhruf surəsi 48-ci ayə. Bismillahirrahmanirrahim. Ayə əvvəldən deyil. Və əxadnəhum. Əxadnə əslində əxadə tutmaq deməkdir. Biz tutduq, yəni burada yaxaladık. Biz yaxaladık hum onları bil əzəbi, yəni əzabla ləalləhum bəlkə onlar yərciun qaydalar. Onları əzabla yaxaladıq ki, bəlkə onlar qaydalar. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.